Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihəsi üzrə nazirlərin ikinci iclası keçirilib. İclasda Azərbaycana Energetika naziri Pərviz Şahbazov, Gürcüstana İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Vaxtanq Tsintsadze, Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraqdar, Bolqarıstanı isə Energetika naziri Reço Stankov təmsil edib. Görüşdə enerji təhlükəsizliyinin təmin olunmasında regionlararası yaşıl enerji infrastrukturunun qurulmasının vacibliyi və Azərbaycanın zəngin bərpa olunan enerji resurslarının nəqli sahəsində geniş əməkdaşlığı təşviq edən layihələrin rolu vurğulanıb. Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarət sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Energetika naziri Pərviz Şahbazov deyib ki, bugün bu sənədi imzalamaqla mənbəyi Azərbaycan olan daha bir yaşıl enerji dəhlizinin yaradılmasına başlanıldığını elan etmiş olduq. Azərbaycanın zəngin yaşıl enerji potensialı, iddialı layihələri, enerji ixracı infrastrukturunun yaradılması və ölkələrimiz arasında enerji təchizatı üzrə əməkdaşlıq təcrübəsi bu dörd tərəfli təşəbbüsün gələcək uğuru üçün möhkəm təməl yaradır. Sənəd dörd ölkə arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti potensialının artırılması məqsədi ilə birgə investisiya layihələrinin hazırlanması, elektrik enerjisi infrastrukturunun inkişafı, o cümlədən ENTSO-E sisteminə inteqrasiya prosesi üzrə əməkdaşlığı ehtiva edir.